İnsan niyə uduzduqca dayanmaq əvəzinə daha çox davam edir? Bəlkə də problem heç pul udmaq deyil, insanın daxilən itirdiyini geri qaytarmağa çalışmasıdır. Mərc oyunları asılılığından azad olmağı çətinləşdirən başlıca amil risk və təhlükədən alınan zövqdür. Bu faktor asılı şəxsin beynində risk etmə ehtiyacını artıran dopamin ifrazı və adrenalin asılığı ilə əlaqəlidir. Digər faktor isə uduzmanı inkar etmə mexanizmidir. Şuuraltı məğlubiyyəti qəbul edə bilmir və gələn dəfə udacam illüziyası yaradır. Növbəti amil isə borc və günahkarlıq paradoksudur. İnsan həm borclarını ödəmək istəyir, həm də borcları artıracaq davranışları davam etdirir. Başqa bir səbəb isə məğlubiyyətin yanlış mənalandırılmasıdır. Asılı şəxs uduzmağı talih, pis şans və ya ilahi sınaq kimi görərək davam etməyə bəhanə yaradır. Qalibiyyətin hiperbolizasiyası ən vacib amillərdən biridir. Bu vəziyyət birdəfəki qələbəni şişirdərək bütün gələcək oyunları eyni uğurla oynayacağına inanmaqdır. Bu yerdə insan reallığı deyil, reallıq haqqında yaratdığı illüziyanı qoruyur. Mərc asılılığı sadəcə maddi problem deyil. Bu risk, ümid, qorxu və şuuraltı assosiasiyaların idarə etdiyi zehni sistemdir. Əgər sən də bu dövrədən çıxmaq istəyirsənsə, problemi sadəcə davranış səviyyəsində yox, zehni kök səviyyəsində dəyişmək lazımdır. NAT, yəni neyroassosiativ transformasiya məhz bu nöqtədə işə başlayır. Unutmayın ki, insanlar pul udmağa yox, risk zamanı hiss etdikləri canlılıq hissinə asıl olurlar. Fikirləriniz çox dəyərlidir.